İndi görürsünüz necə yetişdirirlər. Həmişə suda qalmalıdır. Uşaq da bax belə 7 yaşına qədər məhəbbət dəryasının içində özünü hər an məhəbbət hiss eləməlidir. Atalar da, analar da məhəbbəti göstərməlidir. Atalar xüsusən qızlarına xüsusi məhəbbət göstərməlidir. Ki gözü tox olsun uşağın. Gözü toxluq çox mühümdür. Məhəbbətlə o qədər təmin elə, dolsun, daşsın. Heç nə də onu yoldan azdırmaz. Əxlaqsızlığın, tərbiyəsizliyin əsas qaynağı ailədə məhəbbətin azlığıdır. Gedir məhəbbət dilənçisinə çevrilir insan. Diqqət dilənçisinə çevrilir. Əl açır məhəbbət dilənir. Ona görə gedir olur əxlaqsız. Ondan da həmişə cəmiyyətdə nadürüst adamlar var, istifadə edir. Görür ki, bu məhəbbət acıdır, məhəbbət göstərir, torra salır onu. Məhəbbətlə təmin olunan heç zaman fəsada tərəf getmir. Başlıca bəla, bütün cinayətlərin əsası, axtarın cinayətkarların əksəriyyətinin ailədə məhəbbət görməməsinin nəticəsidir. Ailədə belə olanda Allahla da münasibət müstəvidə olur. Onda gözü tox olur, bəndəlik gözü tox.